İkisi qalar. Все. Sonra burada mən nəyi görürəm? Müxtəsər vurmanı görürəm. X-im qalar. 36'nı 6'nın kvadratı kimi fikirləşə bilərik. Elə deyil. Bu 6'nın kvadratı olsa, onda ne olur? A kvadratı çıx B kvadratı olur mu? Müxtəsər vurmada. O da A çıx B, A üstə gəl B. Yəni 6 çıxılsın X, 6 üstə gəlinsin X. Müxtəsər vurma düsturun tətbiqində problem olan var mı? Ardıcıl yəni dedilər həmişə nə olurlar? Həmişə qarşılıqlı sadə olurlar. Sadə. Aha, qarşılıqlı sadə olduğu üçün də nə olur? Əkobları Əkobları birə hasil bərabər olur. deyil. Nə? Əkob hasil olur. Əkob hasil Əbob onda birə əkob bir. bərabərdir. Əbob balaca olur axı. Fikir verin məsələn 12-nin 16-nın əbobu deyirəm. Əbob daha balaca cavab olur. Onu da uyğunlaşdırıb yadınızda saxlaya bilərsiniz. Əbob həmişə 1-dir. Əkob isə bir-birinə hasildir. Yəni qarşılıqlı sadədən gedir söhbət. Onda n hasili nə olacaq? Yazıram n üstə gəl 1, n üstə gəl 2, üstə gəl əbob elədi 1, bərabərdir 7. Все. Vurub açırıq, kvadrat tənli yanılır, onu əldə edirik. Vurub açsam, n-i n-ə vursam, n kvadratı. N'i 2'ye vuracağım 2n. N'i 1'e vuracağım 1n. 2n ile 1n'i toplayacağım 3n. Sonra n'i 1'i de 2'ye vuracağım 2. İşte